Herkese salam dostlar, mən Games AZ. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonda Kosovanın ikinci bölümü ilə yenidən sizlərlə birlikdəyəm. Dostlar, həmən vaxt keçmədən özə keçək. Keçən bölümdə nə etmişdik? Gördüyünüz kimi keçən bölüm başlanğıc bölümümüz olmuşdu birinci bölüm olaraq və özümüzə güc bastıq. Ətrafdakı ölkələrlə təbii ki Serbiya, Albaniya falan filan bunlarla əlaqələrimizi yaxşılaşdırdıq ki, sonra bizə problem yaratmasın və ekonomi və nüfus yatırımları etdik. İlk öncə təbii ki 10.000 dukata pulumuzu yüksəltdik və bir ordu basaraq Makedoniyaya hücum etdik. Ondan sonra Makedoniya aldıq, assimilasiya etdik, yatırım etdik və yenə də biraz ordu basıb bu səfər də üstümüzdəki güclü olan Qaradağlara hücum etdik və onların torpaqlarını aldıq. Beləliklə 3 əyalətə bölündük və artıq biraz daha yatırım edib nüfuzumuzu da çoxaldıb. Bir sonraki özümüzlə denk ola biləcək Albanlara qarşı savaş ilan etdik dostlar və onları da gözəl bir şəkildə səhv etmirəmsə onlar da Libertatia ilə yəni qəbilələrlə müttəfiq idilər və iki savaşda onları məğlub etdik və torpaqlarını aldıq dostlar və sonra biraz daha keçdi, zaman keçdi və təbii ki bölümün ardını gətirən o akışına buraxdığımızda gətirən o yol Yunanistanla İtaliya müharibə etdi və burada təbii ki ikisi də barışdılar, amma ondan öncə gördüyünüz ki İtaliya güclü bir rəqibdir və Yunanistanı yenəcək. Biz də bundan istifadə etdik və tortunun yarısını böldük özümüzə. Təbii ki Yunanistan hələ də yaşayır, amma yenə də biz önləm aldıq və oradakı torpaqları əlimizə keçirdik dostlar. Keçək oyunumuza. Deməli, keçən bölümdə nə demişdik? Bu bölümə yaxşı yatırımlar eləyəcəyik, ətrafdakı ölkələrlə aramızı yaxşı tutacağıq və dünyanı izləyəcəyik. Belə baxıram Avropa. Bizim məqsədimiz təbii ki Avropanı fəth etməkdir. Böyük birliyi qurmaqdır. Zaten bayrağımız da oxşuyur və Almaniya görünür ki artıq yüksələn güc olmağa qarşı gedir. Artıq 100 əyalətə yaxındır, 4-cü səviyyələrə qədər gəlib. Yaxşı nüfuzu var, yaxşı ekonomisi var. Artıq böyük 5 gücün önünə keçib və hamısını geridə buraxıb. Dostlar, biz isə hələ ki burada yavaş-yavaş böyüyürük. Gördüyü üzərə artıq bilirlər ki, bizim məqsədimiz nədir və biz də artıq yavaşdan indi gücümüzə baxaq. Bizim təbii ki 10 əyalətə sahibi, 281.000 nüfuz, 47.000 ekonomimiz var və dukatımız da çoxaldı. Artıq normal ölkə səviyyəsinə gəldik. Ətrafdakı ölkələrlə təbii ki əlaqələrimizi yaxşı tutaq, amma bunlar yerə qədər hamısı ilə də hardasa eynidir. Demək olar ki, göründüyü üzərə artıq açılacağımız mövqe burada Hırvatistan var. Hırvatistana torpaqlarımız çox yaxındır və bunu yuxarı daha çox Avropaya açılacaq və qısqac kimi belə hər tərəfdən ala bilərik əlimizə, amma baxacağıq görək. İndi bir sonraki hədəfimiz də böyük ehtimalla Bosniya-Hersegovina ya da Xorvatiya olacaq. Görək hansı zəifdir. Təbii ki də Bosniya və Hersegovina zəifdir və onlara hardasa 40.000-ə yaxın ekonomiləri var və 200.000 keçən nüfuzları var. Bunlara qarşı bir 20-30 minlik ordu toplasaq bəsdir, amma o qədər orduya da ehtiyac yoxdur görürəm. Çünki biz o orduları toplasaq zərər eləyə bilərik. Bu arada biz Yunanistandan aldığımız torpaq da bir nömrəli və Qaradağlardan təbii ki əlimizə keçən o torpaq 2 nömrəli. Ekonomi təbii ki turlarımızı da atlayaq 2045 ekonominin mərkəzi sayılır təbii ki bizim üçün və buralara yatırımlar eləyək, ekonomimizi yüksəldək. Keçən bölümdə 74-75-ci sıradaydıq. Artıq bu yatırımlarla birlikdə 72-ci, 73-cü yerə oturduq və gəlirimiz də artıq yaxşıdır. Bir sonraki hümləmiz də artıqdır. Bu ölkələrdə təbii casuslarımızı göndərdik. Aramız yaxşılaşdı və oradakı orduları görürük. Gördüyünüz kimi Bosniya-Hersegovinadır. Bizdən hardasa bizlə eyni gücə yaxındır. Sadəcə biz təbii ki 50.000-lik ekonomimizi 60.000-ə qədər yüksəltdik. Görək indi ordu basmaq zamanıdır, amma indi ilk öncə təbii ki dukat pul çoxaltmalıyıq. Dostlar burada bir də bizim başqa bir yerdə də torpaqlarımız var. Bəli, Avropada Fransadan əlimizə keçirdiyimiz o gözəl iki ada, adaların adı Bastia adası və bu adanın adı bilmirəm zaten oyunda da yazılmayıb, fokus yazılır torpaqların adı. Hər nəysə. İndi isə gördüyünüz kimi yaxşı bir dukat toplayaq, yaxşı pul toplayaq və 1855 dukat var. Çox gözəldir bu.
2000'e də olacaq. Hər halda bundan 2500-3000 arası ola bilər artıq. Bosniya və Hersegovina fəthindən sonra, çünki ekonomilər də pis deyil, yəni ki, bəli, Visegrad torpağı ola bilər, hər nəsə. Əlimizdə 1427 ordu var və bu ordunun üstünə takviyelər etmək lazımdır. Bu arada yatırımlar da edəcəyik, yəni gəlir, nüfuz. Nüfuz da yaxşıdır bu arada, buradakı nüfuz da yəni pis deyil. Ekonomi, gelişmə yatırımları, baxın, bunu da eləyək. Bunlar da önəmlidir. İlk başlanğıc torpaqları eləsək bəsdir. Zaten bir sonraki fəthlərdə onsuz da etməyəcəyik bunu. Çünki Avropa gördüyünüz kimi zaten gelişib, yəni bu torpaqları həm etməyə ehtiyac olmayacaq, həm də zaten özləri olub demək olar ki, çox gözəl. Yəni normal Avropa səviyyəsindən azından gəlib çıxa bildik. Öz ana torpaqlarımızda biraz daha kiçik bir yatırım etsək bəsdir deyə düşünürəm. Hər nəysə. Bəli, o səviyyəyə gəldik dostlar. İndi isə nüfuz, bəli, 2000. Bunu etdikdə 2000 dukatı keçdik. 2100 dukat gəlirimiz var, çox gözəl. Pulumuzu çoxaldaq. Biraz çətin dövrlərdir təbii ki. Oha! Antik Mısır, oha! Ne oluyor lan? Yenə dünya qarışdı bir-birinə, bax. Pakistan göç elədi. Ərəbistana göç elədi. Çox qəribə bir şəkildə Məkkə və Mədinə indi Pakistandadır. Pakistan da Hindistandadır. Çox qəribə şeylər olur. Antik Mısır əmələ gəldi. Amerikada işlər normaldır. Biraz Braziliya hərəkətə keçib, amma qəribə bir şəkildə normal gedir hər şey. Hər nəysə dostlar, bu arada İsrail də edəcəyini etdi. Türkiyə də edəcəyini edir. Həddindən artıq böyüdü bu Türkiyə və bizim bunun qarşısını kəsmək üçün artıq güclənməyimiz lazımdır. Getdikcə Türkiyə böyüyür, gücləşir və biz bunu qarşılamaq üçün artıq böyüməliyik. Dostlar, hər nəysə. Gördüyünüz kimi nüfuz da yaxşıdır. Bu iki torpaqda ekonomi var. Qalan torpaqlarda bassaq heç nə olmaz. Bəli, çox gözəl. Buralarda yaxşı ordular basaq. Bu arada 13.000, 14.000. Və burada bassaq bir şey olmaz. Bu arada ikmal kampı falan da güzəldir burada, çünki bunlarda təbii ki lazım olacaq. Başkəntə hər türlü şeyləri eləyək. Başkənt bizim üçün önəmlidir. Başkəntdə də heç vaxt dəyişməyəcəm. Sadəcə elə bura qalsa gözəl olar. Fərqi yoxdur artıq. Bəli, çox gözəl. 10.000'lik ordu topladıq. Hətta buradakı orduları da yığaq. Buradan da biraz ordu əlimizdəki gəlir də azaldı. 1000'e düşdü hətta. Ancaq olsun, oradakı ikmal kampı icazə verməyəcək gəlirin düşməsinə. Gördüyünüz kimi qalxır və artıq bu savaşdan sonra da bir yatırım etsək gözəl olar. Biraz uzun olacaq. Hər nəysə. İndi isə əlimizdə 17.000 ordu var. Bu ordu çatmayacaq. Gördüyünüz kimi biraz daha takviyə etmək lazımdır. 27.000. Üstünə bir 2000 də gəlsək, biraz daha gəlsək, biraz gözəl. Bu Antik Mısır nə etməyə çalışır? Əgər Yunanistan düşərsə, bir dəqiqə. Yox, mən Antik Mısırla savaşa bilmərəm Yunanistanı almaq üçün. Ən yaxşısı elə Yunanistanı hələ biraz bir gözləyək, görək nə olur. Bəli, göründüyü üzərə təbii ki düşmək üzərədir Yunanistan. Artıq qoruya bilmədi özünü. Bu nə bədbaxtçılıqdırsa. Yəni ki, başqası səni almadan mən səni alacam. Başqası səni fəth edib almadan öncə mən səni fəth edib alacam. Dostlar, bu tema üzərindən gedirik. Görək nə olacaq. Xeyirli olar. Bütün torpaqlar biraz geridən takviyə gətirsək gözəl olar, bir 5000'lik. Bəli, oradakı orduları da götürdük, fəth etdik. Çox gözəl, hətta buraya hücum etməyə ehtiyac yoxdur. Birbaşa buraya hücum eləyək, buradan da fatrasaq. Bəli, artıq heç kimsə gəlib əlimizdən Yunanistan ala bilməz və Yunanistan fəthi biraz tez oldu. Bu əyləncəni qaçırdı bəlkə də, çünki Yunanistan ən əyləncəli
fəthlərdən biri ola bilərdi, amma olsun. Bu artıq bizim daha böyük macəralara atlamamızı göstərir. Yunanistandan da böyük macəralar var və biz ilk fəthimiz, daha doğrusu ilk böyük fəthimizdə beləliklə gerçəkləşdirdik. Dostlar, çox gözəl deyə bilmirəm, çünki o zaman belə eləyək, çox yaxşı bir strategiya oluşturaq. Deyəcəm, hamısı da torpaq zaten. Hamısı dənizə sınırlıdır. O zaman belə eləyək, adaları alaq. Bu adanı da alaq. Başqa çox gözəl. Hələlik belə bir anlaşma eləyək. Ondan sonrası zaten tez ardı gələcək. Nə oldu? Ordularımız hara getdi? Hə, ordularımızı zaten toplamışdıq. Bəli, assimilyasiyaları yerinə yetirək. Yenə də biraz planlanmamış gedişatlar oldu, planlanmamış hərəkətlər oldu, amma olsun, bu da bizim yerimizdədir. Zaten bizim də amacımız budur, bir şeyləri hərəkət etdirmək, bir yerə hücum etmək. Göründüyü üzərə bunlar da barışdılar. Yəni nə olursa biz barış mələyi kimiyik. İtaliya ilə savaşırlar, barışırlar. Yəqin ki, artıq görürlər Kosovanın gücünü. Gələcəkdəki Kosovaya qarşı kimsə savaş açmaq istəməz. Bosniya-Hersegovina savaşı da biraz ertələndi. Çox gözəl bir alıb edək. Çox gözəl. İndi əlimizdə yaxşı dukat var. Dediyim Bosniya-Hersegovina'dan sonraki hədəfimizə çatmış olduq. Bunlar tam tamamlanmıyor və bunlar da tamamlayan qədər çox gözəl. Əlimizdəki ordunun da qalanı da artıq hayvansız bir performans göstərdiyimizə görə bura hücum edə bilərik hər halda. Çünki artıq Yunanistanın heç bir qalmadı. Savaş etsək heç nə dəyişməz təbii ki. Heç də fərqi yoxdur və bu torpaqlarda alaq. Zaten almışdıq lazım olanını və barışdıq dostlar. Çox gözəl. Bu qədər. Artıq Yunanistan deyə bir şey yoxdur. Kosovo onu yer üzündən sildi. Amma bu o demək deyil. Təbii ki, onların da xalqı falan qalırlar orada. Yaşayırlar. Amma biz də yenə də assimilyasiya eləyək və çox gözəl. Assimilyasiyonun məntiqi budur. Məsəl üçün, oradakı xalq qalır. Ancaq pasportları və bayraqları təbii ki, şəxsiyyət vəsiqələri falan filan Kosovanınkinə çevrilir. Yəni fəth edən ölkənin hər şeyinə çevrilir dostlar. Demək olar ki, biz isə artıq rahatca yatırım eləyə bilirik gördüyünüz kimi. Amma ondan öncə ilk başdan gələcəkdə çox vaxtımız olmayacaq. Böyük fəthlər eləyəcəyik. Gördüyünüz kimi reytingdə aşağı qalmışıq. Bu texnologiya ilə rahat savaşa bilmərik. Buradakı ən böyük rəqibimiz artıq bir anda gücləşdik və gördüyünüz kimi Serbiya necə oldusa Serbiya, Bulqaristan falan filan bunlar gözümüzdə zəiflədi sanki, amma Serbiyanın yaxşı bir donanımı var. Ona görə də onu çatmaq lazımdır. Çünki texnologiyada çox irəliləyib. Biz isə keçib o birisi digər ölkələri də artıq geridə buraxdıq. Hardasa yavaş-yavaş Serbiyaya yaxınlaşırıq. Allahın izni ilə hadi bu 40 min tutarana qədər çata bilərikmi? 75, 76 olsaq gözəl olar. 76 ən azından 76 olsaq 100% bu səfər 76 olacaq. Dostlar, çox gözəl, əla. Super. Gəlirimiz də 3-4 min falan yaxınlaşdı. Çox gözəl, super. Əlimizdə olandı təbii ki, bunlar bir 15 eləyək. 25 eləyək, hətta 26 eləyək. Çox gözəl. 15 dəqiqə gəldik, çatdıq. Dostlar, artıq bu bölümü də burada yekunlaşdırıram. Bir sonraki bölüm üçün yorumlarınızı yaza bilərsiniz. Like'larınızı gözləyirəm və kanala abunə olsanız sevinirəm. Çünki artıq kanalımız yavaş-yavaş sanki bir toxum kimi atmışıq torpağa və sanki biraz filizlənməyə doğru irəliləyişini görürük Allahın izni ilə və algoritmada yuxarılara çıxmaq üçün də bu önəmlidir. Səviyyə gördüyünüz kimi oyunda da 51-ci sıraya gəldik. 450 min keçən nüfuz və 100 mini keçən ekonomiyada sahibi artıq demək olar ki, Balkanların Rumıniyadan sonra ikinci rəisi kimi bir şey və Allahın izni ilə bütün Balkanları, Türkiyə və Avropanı bir gün fəth eləyəcək dostlar. Artıq bunu da burada yekunlaşdırıram. İkinci bölümü oyunu kayd edirəm və bir sonraki bölümdə görüşənədək sağ olun, salamat qalın.